Hər vaxtınız xeyir. Bilirsiniz, bəzən ən sadə suallar özündə ən dərin mənaları gizlədir. Bugün biz məhz buna baxacağıq. İnsanlar arasındakı o əlaqənin təməlinə enəcəyik. Görəcəyik ki, hər şey necə də balaca, adi sözlərdən başlayır və bu bizi bir-birimizi anlamağa, yəni empatiyaya necə aparıb çıxarır. Və hər şey bax bu çox sadə sualla başlayır. Necəsən? Bəlkə də hər gün işlətdiyimiz bu ifadə var, əslində o, bir-birimizi anlamaq və öz içimizdəkiləri bölüşmək üçün açdığımız ilk qapıdır. Yaxşı, bəs bu suala həqiqətən də mənalı bir cavab vermək üçün bizə nə lazımdır? Əlbəttə ki, ortaq bir dil. Yəni hissləri ifadə edən əsas sözlər, bir növ alətlər toplusu. Gəlin indi bu alətlərə birlikdə baxaq. Deməli, başlanğıc olaraq əlimizdə 4 əsas hissi ifadə edən söz var. Cədvəldə hər biri üçün İngilis dilindəki variantı, Azərbaycan dilinə tərcüməsi və ən vacidi, onların necə səsləndirəcəyimizi göstərən tələffüz qaydası var. Bax, məhz bu üçüncü element, o səs vara, məhz o, sözləri əsl ünsiyyətə çevirir. Gəlin başlayaq birincidən. Excited, yəni bizim dildə həyəcanlı. Tələffüzünə diqqət edin, excited. Bax bu səs, o müsbət enerjini, o coşqunu ifadə etməyə kömək edir. İndi isə növbəti hissimiz tired, yəni yorğun. Çox sadə səslənir, tired. Bu elə bir hissdir ki, həm fiziki, həm də mənəvi tükənmişliyi ifadə edir və demək olar ki, hamımıza tanışdır. Üçüncü sözümüz isə scared, yəni qorxulu. Tələffüzü də scared. Bu söz də çox vacibdir, çünki həssas olduğumuz anlarda özümüzü ifadə etmək üçün əlimizdə olan əsas alətlərdən biridir. Və nəhayət sonuncusu, shy, yəni utancaq. Tələffüzü də çox asandır, shy. Və salam. Bu 4 sadə sözlə artıq hisslərimizi ifadə etmək üçün kiçik, amma həqiqətən də çox güclü bir lüğətimiz formalaşdı. Yaxşı, sözləri bildik. Bəs indi onları real danışıqda necə istifadə edəcəyik? Gəlin baxaq. Bu artıq yazılı mətni canlı danışığa çevirən bir körpüdür və bu körpünün də təməli əlbəttə ki, düzgün tələffüzdür. Bilirsiniz, tələffüz bələdçisi sadəcə texniki bir şey deyil əslində. Təsəvvür edin ki, fərqli dillərdə danışan 2 insan var. Bax, bu bələdçi onlara imkan verir ki, eyni hissi tam olaraq eyni səslə ifadə etsinlər. Bu, sadəcə sözün mənasını ötürmək deyil, onun yaratdığı o hissi paylaşmaqdır. İndi gəldik ən maraqlı yerə. Gəlin görək bu ayrı-ayrı tikinti blokları, bu sözlər tam, mənalı bir ünsiyyət yaratmaq üçün necə bir araya gəlir. Bütün puzzle parçalarının birləşdiyi an budur. Və yenə hər şey bu sualla başlayır, necəsən? Bu sadə sorğu əslində qarşımızdakı insana bir dəvətdir. Sanki deyirik ki, sənin daxili dünyan mənim üçün önəmlidir. Bütün mənalı əlaqələr də məhz bu nöqtədən başlayır. Cavaba baxın, yorğunam. Fikir verirsiniz, bayaq öyrəndiyimiz o tired sözünün bizim dildəki qarşılığı burada necə də birbaşa, səmimi bir cavab yaradır. Sadə, aydın və çox effektiv. Baxın, bütün bu proses cəmi 2 sadə addımdan ibarətdir. Birinci addım, bir sual verilir. İkinci addım, bir hiss paylaşılır. Bu, insan ünsiyyətinin ən təməl, ən bəsit formasıdır, amma eyni zamanda inanılmaz dərəcədə güclü bir dövriyyədir. Yaxşı, bəs bütün bunların əhəmiyyəti nədir? Niyə bu qədər sadə bir şey haqqında danışırıq? Gəlin indi diqqətimizi daha böyük mənzərəyə yönəldək. Anlayaq ki, bu sadə dil dərsi əslində sözlərdən empatiyaya necə bir körpü qurur. Və əsas məsələ də elə budur. Bu balaca dialoq var ha. Əslində insan əlaqəsinin və bir-birini anlamağın təməl daşıdır. Yəni bu sadə quruluşu mənimsəmək sadəcə yeni sözlər öyrənmək deyil. Bu başqa bir insanın dünyasına addım atmaq üçün empatiya qapısını aralamaq deməkdir. Sonda isə sizi bir sualla baş-başa buraxmaq istəyirəm. Bir anlıq düşünün. Sizin bildiyiniz ən güclü, amma eyni zamanda ən sadə ifadə hansıdır? Bu barədə biraz fikirləşin. Və bəlkə də sözlərin gündəlik həyatımızdakı o əsl gücünü yenidən kəşf edəcəksiniz.